Salam hörmətli izləyicilər. Biz Azərbaycan Respublikası Könüllü İctimai Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bugün biz yenə də 8 aprel 2005-ci il Göyçay rayonunda çəkiliş edirik. Bildiyiniz kimi Göyçay rayonunun icra başçısı Natiq müəllim Ağayev Göyçay rayonunun icra başçısı təyin olunan gündən daima Göyçay rayonunda abadlıq işləri həyata keçirilir, sosial işlər həyata keçirilir. Doğrudan da bu Göyçay sakinləri daha çox sevindirir. Biz də özümüzə borc bilirik ki, bir ictimai nəzarətçi olaraq yerlərdə müşahidə aparaq, baxış keçirək, görülən işləri təqdim edək və yaxud da negativ hallar varsa onları. Amma bugün çox gözəl ki, Göyçay rayonunda demək olar ki, yaxşı işlər görülür. Biz bunu çəkməliyik, təqdim etməliyik ki, qoy bunu digər rayonlar da görsünlər ki, bax belə xalqa, dövlətə xidmət etmək lazımdır. Ona görə mən İlk öncə Göyçay rayon icra başçısı Natiq müəllimə təşəkkürümü bildirirəm və doğrudan da cənab prezidentimizin seçdiyi bax belə icra başçıları doğrudan da nə gözəl ki, xalqına, dövlətinə xidmət göstərir. Eşq olsun. İndi mən burada görülən işləri təqdim edirəm. Yəni Göyçay rayonunun Heydər prospekti boyunca həm belə deyək ki, piyada yəni səkilərinin salınması, bordiyorların qurulması, küçələrin işıqlandırılması həyata keçirilir. Mən indi onu çəkib sizə təqdim edirəm. Bəli, hörmətli izləyicilər, bax, gördüyünüz kimi burada çox yüksək işlər gedir. Yəni, bu Heydər prospekti boyunca, bütün bu küçə boyu yeni işıqlandırma sistemləri qurulacaq. Yəni, dirəklər dəyişdirilir, yenisi ilə müasir formada işıqlanma sistemi çox gözəl. Bax, bu bordiyorlar da görürsünüz kimi, bax, piyada sərkiləri çox gözəl şəkildə qurulmuşdur. Doğrudan da bu Göyçay sakinlərini çox sevindirir. Və biz də belə işləri görür və çəkib təqdim edirik. Yəni, ictimaiyyətə bax belə işlərin görülməsi doğrudan da hər kəsi sevindirir. Göyçay rayonunda demək olar ki, 2025-ci il daxil olduqdan sonra bu işlər daha da yüksək səviyyədə həyata keçirilir. Yəni, bu hər il baş verir. 2004-cü il və bugün 2025-ci ildə bu işlər daha yüksək səviyyədə həyata keçirilir bu işlər. Çox sağ olsunlar ki, bu işdə əziyyəti olanlara da minnətdarlığımı bildirirəm. Burada çalışan bizim bu işçilərə, fəhlələrə də minnətdarlığımı bildirirəm ki, çox yüksək səviyyədə xidmət göstərirlər. Ona görə də Göyçay rayonunda bax, bu işləri həyata keçirən mən rəhbərlərə də təşəkkür edirəm ki, sağ olsunlar. Bəli, icra başçıları əlinə verib bu işləri görürlər və biz də ictimai nəzarətçilər olaraq yenə qeyd edirəm ki, yerlərdə olmalıyıq. Əgər negativ hallar varsa, onları da çəkməliyik, işıqlandırmalıyıq və görülən işləri də təqdim etməliyik. Mən bu günlərim çox sevinirəm ki, biz belə gözəl işləri təqdim edirik. Yəni, bu Göyçay rayonunda gedən abadlıq işləri hər bir Göyçay sakinini sevindirir. Hətta mən burada kənardan gələn işçilər də var ki, başqa rayondan gəlib burada müqabilində iş görürlər. Onlar da qeyd etdilər ki, doğrudan da Göyçay rayonunun icra başçısının gördüyü işlər digər rayonlarda belə yüksək səviyyədə yoxdur. Yəni, mən bunu qeyd etmək istəyirəm, xüsusilə çox sağ olsun Natiq müəllim. Minnətdarıq bir daha. Cənab prezidentimizə minnətdarıq ki, bax belə icra başçıları təyin edir rayonlara və onlar cənab prezidentin etimadını doğrudurlar. Buyurun, bax bu gördüyünüz kimi bu bordiyorlar da burada yeni salınıbdır. Bəli. Bax bu demək olar ki, Heydər prospektinə gələn yoldur. Yəni, üzü demək şəhərin çıxışına doğru gedir. Bax bu yol. Və çox gözəl də işlər gedir. Eşq olsun. Allah xalqımızı qorusun, Allah prezidentimizi qorusun. Diqqət etsin, hər birinizə təşəkkürümü bildirirəm.